Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Milli qəhrəman Salatın Əsgərovanın oğlu jurnalist Ceyhun Əsgərov toksikologiya şöbəsində müayinə və müalicə olunur. Sabah evə buraxılacaq. Müsavat.com xəbər verir ki, Ceyhun Əsgərov təcili yardım maşını ilə bir saylı kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə aparılıb. Xatırladaq ki, bir müddət əvvəl o sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üz-üzə qaldığını bildirmişdi. O, paylaşımından sonra səhiyyə qurumları hərəkətə keçərək onu təcili yardım vasitəsilə bir saylı kliniki tibbi mərkəzə çatdırıb. Məlum olub ki, Ceyhun Əsgərov bir neçə gün ardıcıl olaraq həddindən artıq alkoqollu içki qəbul etdiyi üçün zəhərlənib. Hazırda toksikologiya şöbəsində ona tibbi yardım göstərilir. Hadisə yerində olan müxbirimizin növbətçi həkim Könül Əzizovadan əldə etdiyi məlumata görə Ceyhun Əsgərova dərhal sistem qoşulub. Jurnalistin vəziyyəti stabildir. Müxbirimiz Ceyhun Əsgərovun özü ilə də danışıb. Jurnalist durumunun nisbətən düzəldiyini və sistemdən sonra açıqlama verə biləcəyini söyləyib. Gözlənilir ki, o bu gecə və ya sabah səhər evə buraxılacaq.